biz sizlərlə kodlaşdırma mövzumuzu öyrənəcəyik. Kodlaşdırmaya keçməmişdən əvvəlcə biz informasiyanın ölçü baytlarını bilməliyik. Riyaziyyatda ölçü baytları olduğu kimi santimetr, desimetr, millimetr və s. kimi ölçü baytları olduğu kimi informatikada da ölçü baytları var. Ümumiyyətlə bilməlisiniz ki, informatikada ən kiçik, yəni informasiyanın ən kiçik ölçü baytı bit, ən əsas ölçü baytı bayt və bir baytın da 8 bit olduğunu mütləq şəkildə bilməyiniz lazımdır. Ümumiyyətlə bit dedikdə demək bit dedikdə ümumiyyətlə yadımızda nə qalmalıdır? Bit dedikdə kompüterimizdə təsvir olunmuş 0 və 1. Yəni 0 və 1-i görən kimi avtomatik ağlınıza nə düşəcək? 1 bit düşəcək. Ümumiyyətlə gəlin ölçü baytlarının belə deyək də ardıcıllığını öyrənək ki, hansı ölçü baytından sonra hansı ölçü baytı gəlir. Demək birinci bit gəlir. Bitdən sonra bayt, sonra kilobayt, megabayt, gigabayt, terabayt və petabayt. Terabaytdan böyük ölçü baytlarımız da var. Bitlə bayt arasında 203 fərq görürsüz. Baytla kilobayt və digərləri arasında 210 fərq görürsüz. Və bir də var böyük ölçü baytı əvvəl. Bir də var kiçik ölçü baytı. Böyük ölçü baytı yadınızda saxlayın ki, yəni bu ardıcılığı ümumiyyətlə bilməniz lazımdır ki, hansı ölçü baytından sonra hansı ölçü baytı gəlir. Və yadda saxlamaq lazımdır ki, sağ tərəfdə duran ölçü baytımız sol tərəfdə duran ölçü baytımızdan böyükdür. Yəni megabayt kilobaytdan da böyükdür, baytdan da böyükdür, bitdən böyükdür. Amma gigabaytdan, terabaytdan kiçikdir. Aydın oldu? Yəni sağda duran ölçü baytı solda duran ölçü baytlarından həmişə böyük sayılır. Və bir qaydada öyrənməliyik ki, böyük ölçü baytından kiçik ölçü baytına keçəndə vurmadan gördüyünüz kimi istifadə edirik. Kiçikdən böyüyə keçəndə isə bölmədən istifadə edirik. İndi gəlin bunu misallar üzərində biz tətbiq edək ki, yəni vurma deyəndə necə olur, bölmə deyəndə necə olur. İndi burada baxaq deyir 64 bayt neçə bitdir. Əvvəlcə biz bilməliyik ki, böyükdən kiçiyə keçirik yoxsa kiçikdən böyüyə keçirik. İndi mənə kim desin? Məsəl üçün Nurlan, sən də görüm bayt böyükdür yoxsa bit böyükdür? Hansı böyükdür? Ayso bayt böyükdür. Biz də böyükdən kiçiyə keçəndə nə edirik? Böyükdən kiçiyə keçəndə hansı əməldən istifadə edirik? Vurmadan istifadə edirik, bəli. Yaxşı, bildik vurmadan istifadə edirik. Bəs yaxşı, dedim ki, baytla bit arasında 2 3 fərq var. 2 3 nə deməkdir? Yəni 8 deməkdir. Demək sən 64-ü vurmada bildəndə niyə vurmalı? Böyükdən kiçiyə keçdiyiniz üçün niyə 8-ə vurduq? Bitlə bayt arasında 8 var. 8 fərqimiz var. Ona görə 8-ə vurduq. Yəni 2 3 fərqi yoxdur da. Bu da eləyir. Necə eləyir 64-ü 8-ə vuranda? 512 eləyir də. Bəli. 512 bit edir. İndi gəlin bir başqa suallar verək. Məsəl üçün Şəfiqə sənə sual verirəm. Deyirəm ki, 2 üstü tutaq ki 20 kilobayt neçə megabaytdır? Bu necə davranır? İndi əvvəlcə də görüm sən mənə böyükdən kiçiyə keçirik yoxsa kiçikdən böyüyə keçirik? Kiçikdən böyüyə keçirik, bəli. Kiçikdən böyüyə keçən zaman bölməməllə istifadə edirik, doğrudur. Bəli. İndi 220-ni nəyə böləcəyik? 210. Bu da nə edir? 10 megabayt. Bəli, düzdür. Yaxşı, Sultan sənə sual verirəm. Demək sən mən də görüm 2 üstü 24. Tutaq ki megabayt neçə bitdir? Buyurək. Bölmə olmur. Yaxşı fikirləş. Sən birinci əvvəlcə böyükdən kiçiyə yoxsa kiçikdən böyüyə keçməyini bilməlisən. Ayso, böyükdən kiçiyə keçəndə nə edirik? Bəli, vurulduq. Nəyə vurulduq? Neçəyə vurulduq? Yəni onlar arasındakı ox neçədə nə idi? Mega ilə bit arasında. 224-ü vururuq. 200 neçəyə? 227 cavabı deyirəm, mən 203-ə. Yox, 203 niyə? Megabaytla bit arasında neçədən ox var? Yəni bitdən megabayta keçmək üçün neçə oxdan keçməyimiz lazımdır? Və ardıcıllıq dedik də ki. Kilobayt, bir də 210, 210, bir də 203. Ayso, yəni 223 vurmaq lazımdır. Bu da edir 247 bit. Bəli, yəni burada diqqətli olmaq lazımdır ki, mega ilə bit arasında nə qədər məsafəmiz var. Yaxşı, bu da belə. İndi keçdik növbəti tələbəmizə. Məsəl üçün Heydər, burdasan. Demək 246 tutaq ki, bayt. Bayt B hərfi ilə də yazıla bilər, belə də yazıla bilər. Yəni B hərfi ilə də ifadə oluna bilər tək halda. 246 bayt neçə kilobaytdır? Buyur. Bəli. Əla, düzdür. O deyir 236 kilobayt. Doğrudur, gözəl. Yaxşı, Barat burdasan. Sənə də sual verir. Demək Barat, sən mənə də görüm 2 üstü tutaq ki 72, yəni böyük ədədlər görüb qorxmuyor. Belə verilə bilər. 2 üstü 72 tutaq ki, deyirik bit neçə gigabaytdır? Buyur. Aha, bəli. 272 neçə böləcəyik? Yəni bit ilə gigabayt arasında neçə ox var? Aha. Gəl yazaq da. Bitdir, baytdır, kilobaytdır, megabaytdır və gigabaytın özüdür. Neçədən oldu? Burada 200 düşdü, qalanlarında 210, 210, 210. Eləyir 233, düzdür? Demək 272-ni 234 bölməyimiz lazımdır. Bu da eləyir 200 neçə? 59, bəli, gigabayt. Bu da belə. Aydın oldu. Sonra kimə sual verək? Rəşad burdasan? Sən də sual verək. Hə, Rəşad burdasan? Yaxud tamam burdasan, sənə sual verim. Vaxtımız getməz. Aha, yaxşı. Məsəl üçün deyirik ki, 2 üstü tutaq ki 60 demək megabayt neçə baytdır? Buyur. Böyükdən kiçiyə getdiyimizə görə vururuq. Megabayt, kilobayt, bayt işarə edirik də, yəni 200. Bəli, 2 oxdur. Aha. Bəli, 260-ı vurmalıyıq 220. O deyir 280. Əla, gözəl, düzdür. Bu da belə. Ayşən, sual verə bilərəm sənə, cavab verəcəksən? Yəni burdasan yoxsa yox? Bəli. Yaxşı. Demək Ayşən, sən də 2 üstü tutaq ki 43 deyək. Demək bit neçə gigabaytdır? Buyur. 2 üstü 43 bit neçə gigabayt? Aha. 43 nə böləcəyik? Bitlə gigabayt arasında hansı şeylər var? Ölçü baytlar var. Bit, bayt, kilobayt, megabayt, gigabayt. 3 dənə 210 burada, bir dənə 203 orada. Neçə deyir? 233. Bu deyir 210 gigabayt. Belə 210 da bilək ki 1024 gigabayt deməkdir. Yəni 2 üstünün qüvvətlərini mütləq şəkildə bilməyiniz lazımdır. Bu da belə. Bir dənə də Nuran gəlsən qaldın. Gəl sən də sual verim, sonra keçək o birisiyə. Məsəl üçün deyirik ki, nə? Tutaq ki 2 üstü 38 məsəl üçün kilobayt neçə demək baytdır ya da bit olsun. Neçə bitdir? Deməli müəllimə biz burada böyükdən balacaya Bəli. Aha. bölmə işarəsini Yox. Böyükdən balacaya vurmadı.
Vurma. Bəli. Aha. Deməli 238 Aha. kilobaytdan Bitə. bitə keçirdi. Kilobayt, bayt, bit. Ay, 3 dənədir. Yəni 2 dənə şey var da, ox var orada, ortada. 2 o, 2 dənə 210, bir dənə 203. Yox, bax. Bit, byte, kilobayt. 2 dənə ox var. Birinin üstündə 210 var, birinin üstündə 203 var. Eləyir 213. 213. Bəli. Bu deyir 201, 51. 23 olsa bilsən nə olardı? Megabaytdan bitə keçən 23 olardı. Bəli. Çünki axırda 2 dənə 210 var, amma burada 1 dənə 210 var, ona görə 213 eləyir. Bu da belə. Yəni keçdik növbəti hissəmizə. Yəni bunlar da dediklərimin, yəni başqa versiyasıdır. Yəni gəlin belə bir şey deyək. Və məsəl üçün, bizə bəzən elə verilə bilər ki, ya sağ tərəfdə, ya sol tərəfdə olan ölçü aydının birində bit olur. Məsəl üçün nə demək istəyirəm? Düzdür, tutaq ki 46 megabit neçə kilobaytdır? Diqqətli olsanız nə görürsünüz? Bir tərəf bitdir, bir tərəf baytdır, düzdür? Bu tiplərdə necə edirik? Bu tiplərdə birinci ölçü aydindən birinci ölçü aydına keçirik, ikinci ölçü aydindən ikinci ölçü aydına keçirik. Nə deməkdir bu? 246-nı olduğu kimi saxlayırıq hələ ki. Megadan kiloya keçmək üçün nə etmək lazımdır? Mega ilə kilo arasında neçə ox var? İndi oxlarla deyirəm ki, daha göz yaddaşınızla daha yaxşı yadda qalsın da. Neçə dənə ox var? Bəli, birdir və birinin də üzərində var. Oxun üzərində hansı ədədimiz var? 210. Və vurmadan istifadə edirik. Mega axı böyükdür kilodan. Sonra bitdən bayta keçəndə, yəni ikinci ölçü aydına keçəndə nə edirik? Bitdən bayta keçəndə bölürük. Bəli, bölürük. Bitlə bayt arasında hansı ədədimiz var? 203. Bəli. Demək bunu da adi riyaziyyat qaydasında hesablayırıq. 246-nın üstünə 10 gəlirik. Daha doğrusu 46-nın üstünə 10 gəlir 56. 56-dan da yəni 256 böl 203. Bu da nə edir? 253. Aydın oldu. Yəni bu tiplərdə bir tərəf bayt, bir tərəf bit veriləndə birinci ölçü aydına, birinci ölçü aydına, ikinci ölçü aydından isə ikinci ölçü aydına keçmək lazımdır. İndi gəlin buna bir başqa nümunə deyək. Məsəl üçün, deyirik ki, 300-dür, tutaq ki, 86 olsun kilobayt neçə gigabitdir. İndi bunu kim desin mənə? Sultan, buyur. İzah elə. Necə edirik? 280 altına saxlayırıq. Aha. Sonra. Kilobaytdan gigabayta keçəndə, Bəli. deməli megabayt, Mhm. böl gigabayt. Mhm. Yəni kiçikdən böyüyə keçəndə bölürük. Aha. 220. Kilobayt, megabayt, gigabayt. Bəli, 320-yə bölürük. Aha. Bəli. Sonra baytdan da bitə keçirik. Baytdan bitə keçəndə vururuq. Bəli, nəyə vururuq? Vururuq, baytdan bir tərəfində də 200-də. Əla. Gözəl, düzdür. Bu da eləyir, Mhm. 66-69. Əla, düzdür. Başa düşdük, hamı başa düşdü. Yəni çətinlik yoxdur ki. Bir tərəf bit, bir tərəf bayt olanda birincidən birinciyə, ikincidən də ikinciyə keçməyimiz məsləhətdir. Buyur, Nurlan, sualını ver. Sildim düzdür. Aha. Megabayt. Nə olursa, 200 məsəl üçün 86 megabayt. Nə dedin? Megabayt. Hə, belə olsun. Megadan megaya keçmək heç nədir? Axı eyni ölçü baydan keçir. 286 vuracaqsan 1-ə, megadan megaya keçdiyin üçün. Yəni 1-ə vuranda onsuz bir deyək ədədimizin özü alınır. Bitdən də bayta keçəndə 203-ə bölmək lazımdır. Bu da eləyəcək 283. Belə. Aydın oldu? Yəni eyni ölçü bayda olsa fərqi yoxdur. Vuracaqsınız 1-ə həmişə. Axı eyni ölçü baydına keçir. Orada nə ola bilər ki başqa? Belə. Sonra bir də bu tip məsələlərimiz var. Əsasən magistr imtahanında düşür, amma bir də dövlət qulluğunun ASB-yə altında da düşür. Yəni biraz asan forması. Burada nə edirsiniz? Baxın bir tərəf kilodur, bir tərəf bitdi. Yəni qarışıq bizdə hər ölçü bayından var. Ümumiyyətlə riyaziyyatda 1 var 4 sm plus 10 mm. Siz bunları toplamasını əvvəlcə nə edirsiniz? Heç informatikanı qoyaq bir kənara. Nə edirik? Bəli, hamısını eyni ölçü aydına gətiririk, düzdür. Bax burada da 1 kilobaytdır, biri bitdi, biri baytdır. İndi siz fikirləşməlisiniz ki, mən bunu hansı ölçü aydına gətirim ki, bu mənim üçün asan olsun. Yəni bölmə zamanı məndə qalıq alınmasın, yəni sonsuzluğa getməsin, vurma zamanında ki, məndən böyük ədəd istəməsin. Məsələn 6 rəqəmdən yuxarı ədədimiz olmasın. Fikirləşməliyik ki, hansına sizcə kilobaytdan bayta keçməyimiz daha məsləhətdir bizim üçün, yoxsa baytdan kilobayt hansı səhv olar? Bax bu misala əsasən. Kilobaytdan bayta keçmək təbii ki, çünki baytdan kilobayta keçsək biz 52-ni gələk 210-a bölək. 52-ni 210-a bölmək olar, dedik ki, qalıqlı alınmamalıdır bölmə. Burada da qalıq alındığı üçün ümumiyyətlə bizə, yəni misalımızı həll edə bilməyəcək. Ona görə 2 kilobaytdan bayta keçəndə nə edirik? 2-ni vururuq 210-a. Bayta keçmək üçün. Burada nə edir? 211 edir, düzdür? Ümumiyyətlə bu tipləri həll etməyiniz üçün siz 202 ilə 216 qüvvətləri bilməniz lazımdır ki, avtomatik olaraq 211-in nə olduğunu biləsiniz. 211-ində mən deyirəm 2048 edir. Amma gələn dərs mən sizdən bunların aralıqlarını soruşacağam ki, görüm məsələn deyəcəm 213 Nurlan nəyə bərabərdir? Yəni onu əzbər bilməyiniz lazımdır. Demək 2048-i tapdıq. Və burada da 52 bayt var. Yəni belə fikirləşin ki, 2 ölçü baytı yanaşı varsa, onları eyni ölçü baytına gəlib toplamanız lazımdır. Yəni 2048-in üstünə 52 gələndə necə edir? 2100 edir, düzdür? Bu tərəfi 2100 aldım. Çıxaq 1100 bayt, onsuz mən hər şeyi bayta çevirəcəm, elə baytdan bayta nəyə çevirəcəm? Plus 192 bitdən bayta keçmək lazımdır. Bitdən bayta keçmək üçün nə edirik? Neçəyə bölmədik? Bitlə bayt arasında hansı ədəd var idi? 300-də 3-ə, yəni 8-ə. 192-ni də 8-ə bölüncə neçə düşür? 24 düşür. Düşür. 24 bayt. İndi bunları çıxacaqsınız, üzərinə 24 gələcəksiniz. Bunları çıxın üzərinə indi camımız buradan, mən deyim, burada 2100 bayt alırıq, düzdür? 200 bayt yox, daha doğrusu 1024 bayt alırıq. Yəni bunları toplayan zaman çıxırıq, sonra üzərinə 24 gəlirik və diqqətli olsaq deyərsiniz ki, bəs biz bayta çevirdik, niyə sonra kilobayta çevirdik? Diqqətli olsaq görərsiniz ki, burada bizim belə deyək də şərtimiz nədir? Kilobayta keçməkdir, düzdür? Ona görə də mən aldığım təzədən bu baytı kilobayta keçirirəm. Yəni 1024 baytdan kilobayta necə keçirik? Yəni baytdan kilobayta necə keçirik? 210-a bölməkdir, düzdür? Elə 1024 də 210-un özü deməkdir. 210-a böləndə 1 kilobayt edir. Aydın oldu? Ona görə deyirəm də 202 ilə 216 aralığını, yəni qüvvətlərini əzbər bilməyiniz lazımdır ki, məsələn 208 nəyə bərabərdir, 209 nəyə bərabərdir və s. kimi bunları bilməyiniz lazımdır. İndi keçirik ASCII Unicode-umuza. Demək, 2 dənə kodlaşdırma standartlarımız var. Bir ASCII-dir, bir Unicode-dur. ASCII-mizdə 256 simvol var, 256-da 208 deməkdir. Unicode-da 65536, yəni 216 simvolumuz var. Bir simvolumuzun həcmi ASCII-də yadda saxlayın ki, 1 bayt və yaxud 8 bitdir. Unicode isə bunun 2 qatıdır, yəni 2 bayt və yaxud 16 bitdir. Məsəl üçün, gəlin belə bir nümunə göstərək. Deyirəm ki, tutaq ki, Heydər adını biz Unicode-da kodlaşdırmışıq. Heydər adı demək, bayt olaraq yaddaşda nə qədər yer tutacaq? Hə, Heydər. Bayt olaraq. Biri var bit, biri var baytda Unicode-da. İndi fikirləş görək. Mən Unicode-da nə dedim? Bir simvolum nə qədər yaddaşda yer tutur Unicode-da? 2 bayt. Bəli, Heydər neçə simvoldur? 6 simbol. 6 simvola x düşür. X-də nəyə bərabərdir? 12. Demək Heydər Unicode-da kodlaşdırıb bayt olaraq nəyə bərabərdir? 12 bayta bərabərdir. Bəs yaxşı, Şəfiqə, sən elə öz adını yazaq Şəfiqə. Demək ASCII deyək, ASCII və bit soracaq. Buyur görək. 8 bit. Bir simvolum 8 bitdi ASCII-də. Düzdür? Şəfiqədə neçə simvoldur? 6 simbol. 6 simvolda x düşür. X-də nəyə bərabərdir? 48 bitə.
Hamıya aydın oldu. Ayşən başa düşdü. Sultan. Qarat başa düşdünüz. Nurəngiz. Bəli, Tamam. Hamınız başa düşdünüz. Yaxşı, keçdik indi növbəti hissəmizə. Baxın elə burada məsəl üçün qrafik sözü. ASCII-də kodlaşdırıb. Biz dedik ki, ASCII-mizdə və byte soruşur bizdə. Biz dedik ki, ASCII-mizdə bir simvol neçə byte yer tutur? 1 byte. Düzdür? Ay sağ ol. Bu qrafik neçə sözdən ibarətdir? 6 sözdən ibarətdir. Yəni 6 hərfdən daha doğrusu. Burada x byte düşür. X-də nə bərabərdir? Burada 6 byte. Aydın oldu. İndi keçək. Bu da kompüterdə eyni şeydir. Kompüter neçə simvoldan ibarətdir? Yəni bir simvol 2 byte yer tutursa Unicode'da, kompüter neçədir? 8. 8-i neçə tutur? 16. Aydın oldu. Yəni elə bir kompüteri neçə simvoldan ibarət olduğunu sayırsınız və Unicode'da da bir simvol neçə byte? 2 byte. 8-i də avtomatik 2 olsun. Yəni tənasüb qurursunuz da belə deyim. İndi burada baxın. Səma və Aytən. Səma neçə hərfdir? 4 hərf. Düzdür? Və neçə hərfdir? 2 hərf. 4-ün üstünə 2 gəldik. Aytən neçə hərfdir? 5 hərf. Və burada əlavə olaraq bir şey qatırdırıq. Bəzən tələbələr qatırdır bu isə, amma indi izah edəcəm. Bundan sonra qatırmayacaqsınız. Səmanın və-nin daha doğrusu, və-nin sağında və solunda boşluqlar var. Ümumiyyətlə yadda saxlamalısınız ki, tələbələr. Boşluq da özü bir simvol sayılır. Yəni kompüterin yaddaşında yer tutur. 2 dənə də simvolumuz olduğu üçün, boşluq simvolumuz olduğu üçün indi buradan və-ni silim. Bərabər neçəyə? 6, 8, 13. Düzdür? 13 dənə simvol. İndi bizə nə deyir? Birinci Unicode'da hesablayaq. İkinci ASCII-də buyurun lan. Boşluq olmasa heç nə. 4-ün üstü 2 gəlir, üstünü 5 gəlir desəm. Yo, bə. Burada səma və-nin sağında və solunda boşluq görürsən də sən özün. Yəni boşluq varsa həmişə nəzərə alınır Nurlan. Hə, boşluq varsa həmişə nəzərə alınır. İndi burada 13 dənə oldu, düzdür? Unicode'a görə hesablasaq 26 byte eləyəcək. ASCII-yə görə də hesablasaq 13 byte eləyəcək. Bildiniz hardan gəldi? Tənasüb qurmadım da. 1 byte'ım, daha doğrusu bir simvolum Unicode'da bu şeydir. Müəllimə, bu ASCII-də də Unicode'da da boşluq bir simvol sayılır. Bəli, bəli, mütləq şəkildə. Mütləq şəkildə simvolumuz, yəni boşluğumuz bir simvol sayılır. İndi burada da 2 dənə boşluğumuz olduğu üçün 2 simvol götürür. Sonra keçdik növbəti hissəmizə. Byte'larla kodlaşdırılmış məlumatda neçə simvol? Mən sizə ilk dərsdə, ilk hissədə dedim ki, 0 və 1 deyəndə nə nəzərdə tuturuq? Kompüterin yaddaşında saxlanmış 0 və 1-lər nədir? 1 bitdi, düzdür? İndi burada nədir? Byte'larla kodlaşdırılmış. Və byte deyirsə siz avtomatik onu bitə çevirməlisiniz. Byte'dan bitə keçəndə nə edir? 1 byte'ım necə bitə bərabərdir? 8-ə. Ona görə də mən sağdan, yəni bu tiplərdə sağdan sola doğru 8-8 ayırıram. Fikir verin, 8-8 ayırmışam. Sonra eyni olan simvolları eyni hərflərlə, müxtəlif olan simvolları müxtəlif hərflərlə. İndi burada 2 dənə B-yə fikir verin. Bax bunlara eyni fikir verin. İkisi də eynidir. Ona görə də eyni hərflərlə işarə etmişəm. Yəni hərflərlə işarə etməsəniz də olar. Mən niyə hərflərlə işarə etmişəm ki, gözünüz yəni öyrəşsin. Qarışdırmayasınız. İndi burada deyir cəmi neçə simvol var? 1 simvol, 2 simvol, 3 simvol, 4 simvol, 5 simvol. Yəni böldükdən sonra sayırıq. Niyə 8-ə böldük? Yəni 8-8 niyə ayırdıq biz bunları? Byte'larla kodlaşdırmış deyil və biz də dedik ki, 0 və 1 deyəndə ağlımıza nə gəlməlidir? Bit gəlməlidir. Və 1 byte'ımda neçə bitdi? 8 bitdi. Yəni byte'dan avtomatik bitə keçib sonra 8-8 böldüm. Buyur Nurlan. Eyni hərflər indi növbəti hissədə bax deyəcəm. Eyni hərflər bəli. Sual düşür ki, byte'larla kodlaşdırmış, indi qoy göstərəcəm bir dəqiqə. Elə burada bax. Bax, neçə müxtəlif simvol var, neçə eyni simvol var Nurlan. Neçədən eyni simvol var? 2 dənə. Demək cavab 2-dir. Neçədən də müxtəlif idi? Müxtəlif deyəndə eyni olanın birini götürmüşdü 4 dənə. Aydın oldu. Yəni B-nin elə birini silirik, neçədən qaldı? 4 dənə qaldı. Neçədən eyni var idi? 2 dənə B hərfi var idi. Yəni 2 dənə eyni simvolumuz var idi. İndi burada deyir ki, 32 simvolu əlifbadır. Ümumiyyətlə yanında, yəni hansı ədədin yanında əlifba sözü varsa, həmin ədədi 2-nin qüvvəti şəklində göstərsiniz tələbələr. Bax, 32-nin yanında var əlifba sözü var. 32-ni 2 üstü neçə şəklində göstərməliyik? 32 2 üstü neçə deməkdir? 2 üstü 5. Bəli. Yəni 5 bitdi və yadda saxlayın ki, 2-nin qüvvətində olan hər hansı bir ədədin vahidi bitdi, yaxşımı? İndi biz gördüyünüz kimi sağdan sola doğru baxın. Bölməni sağdan sola doğru aparırıq. Sağdan sola doğru bu uzun simvolumuz 0 və 1-lərdən ibarət olan simvolumuzu 5-5 ayırdıq. Niyə 5-5 ayırdıq? Niyə ayırdıq? Bizə verilən şərtə görə. Bizə nə verilib şərt? 32 simvolu əlifba deyib. Və biz də mən də sizə dedim ki, hansının yanında əlifba sözü varsa, biz onu 2-nin qüvvəti şəklində göstəririk. 32-də 2 üstü neçə deməkdir? 5 deməkdir. Ona görə mən sağdan sola doğru 5-5 ayırdım. İndi burada deyir ki, neçə simvol var? Ümumini soruşur. Eyni olanı soruşmur, müxtəlif olanı soruşmur. Eyni də daha doğrusu ümumi simvol soruşduğu üçün 1, 2, 3, 4, 5, 6, 7, 8. Demək 8 dənə nəyim var? Mənim simvolum. Yəni ayırdıqdan sonra sayırıq neçə dənə eyni, neçə dənə müxtəlif var və yaxud neçə dənə ümumi simvol var. Buyurun Nurlan. Bitlərlə desəydi bəlkə 2 ayıracaqdıq. 0 və 1-lər. Məsələn 64 desəydi 2 üstü 6 deməkdir. 6 ayıracaqdıq. Və yaxud 128 desəydi 128 2 üstü 7 deməkdir. 7 ayıracaqdıq. Necə bir dənə? Aha. Bəli. Yəni sizə hansı ədədin yanında əlifba sözü verilirsə, onu 2-nin qüvvəti şəklində göstərib və hansı 2-nin qüvvətidirsə o qədər bölürsünüz. 5 desə 5 qədər. Yəni 5 5 bölürsünüz, 4 desə 4 4 bölürsünüz və s. kimi. İndi keçdik burada baxın izahlarını yazmışam, narahat olmayın. Sadəcə özüm indi üzərində izah edim ki, daha aydın olsun sizə. İndi keçdik növbəti hissəmizə. Bu tiplərdə deyir ki, bax burada Bakıdan Gəncəyə getmək, Gəncədən Şəkiyə getmək və s. kimi. Yəni burada hər şey verilə bilər. Siz əsas bu tiplərdə, yəni sizdə neçə bit informasiya var, neçə bit informasiya olacaq tipli suallar sorulsa, yəni burada bit informasiya sözü varsa, məsələmizin şərtində bizə verilən ədədi, yəni bax bu bir dənə ədəd verilib də bizə 12 verilib, düzdür? Bu 12-ni 2-nin qüvvətləri arasında göstəririk. Deyərsiniz ki, hər şeyi 2-nin qüvvətləri şəklində göstəririk. Biz dedik ki, kompüterimizdə hər bir şey 0 və 1-lərlə kodlaşdırılır, düzdür? 0 1-də ikili say sisteminin baz elementləridir, yəni rəqəmlərdir. Ona görə biz informatikada çox şeyi 2-nin qüvvətləri şəklində göstəririk. 12 2-nin hansı qüvvətləri şəklindədir Ayşən? Hansı qüvvətlər arasındadır 12? Hə, Ayşən? Və yaxud Nurlan deyil, yaxşı. 2 üstü demək 4-lər 2 üstü 3 aralığındadır, düzdür? Siz də yadınızda saxlayın ki, biz həmişə götürəndə böyük qüvvəti götürürük. Yəni cavabımız 4 bitdi. Oldu bitdi. Yəni bu tiplərdə sizə neçə bit informasiya vardır, tipli suallar sorulursa, burada nə etməyiniz lazımdır? Avtomatik sizə verilən ədəd 2-nin qüvvəti şəklində göstərirsiniz. Yəni 2-nin hansı qüvvətləri arasında yerləşir? 2 üstü 3 ilə 2 üstü 4. Düzdür? Və ən böyük qüvvəti götürürük. Cavab olaraq dedik 4 bit. Və mən sizə ilk dəfədən demişdim axı, 2-nin qüvvətində olan hər bir şey bizim üçün nə sayılır? Vahidi nədir? Bit. Belə. Bunu oxu Nurlan. Hadi sual oxu, ikincini oxu. Birinci sarı işıq, sonra yaşıl işıq. Cəmi neçə işıq yanıb?
2 şəkil. Baxın, yuxarıdakı məsələdə konkret bizə ədəd verilib. Aşağıdakı məsələdə artıq bizə ədəd verilməyib. Sözlər şəklində verilib. Deyir o sözlərdən sən ədəd düzəlt. Biz də deyirik ki, sayı işıq, sonra yaşıl işıq yandı, cəmi neçə işıq yandı? 2 işıq yandı. Ədədi özümüz tapdıq burada. 2 işıq yandı. İndi biz yuxarıda 12-ni 2-nin qüvvətləri şəklində arasında göstərdiksə, 2-ni də 2-nin qüvvətləri arasında göstəririk. 2 üstü 0 ilə 2 üstü 1 aralığındadır. Düzdür? Bu da nədir? Cavab nə olacaq bizdə? 1 bit. Yəni cavabımız 1 bitdir. Aydın oldu. Yəni yuxarıda ədədin özünü verib bizə 12-ni, biz avtomatik 12-ni götürdük, 2-nin qüvvətləri arasında göstəririk. Amma ikincidə nə etdik? İkincidə bizə məsələyə uyğun, yəni belə deyək də, sözlər verilib. O sözlərə uyğun biz tapdıq ki, burada cəmi 2 dənə işıq var. Yəni ədədi 2 tapdıq. Buyur. Sual ver. Bir dənə arasında? Yox, biz axı soldan sağa gedirik. 0-la arasında 2 0 1 deməkdir də, 1 ilə 2 arasında. Yəni kiçikdən başlayırıq da, böyükdən başlama. Sol tərəf kiçik olmalıdır. Sonra bir var x bitlə, baxın, vahid nədir? Bax özü verir də şərtdə. Deyir ki, x bitlə kodlaşdıra bilir simvolların maksimal sayını. Bir də var minimal sayı. Maksimal sayının düsturu 2 üstü x düsturudur. Minimalın sayı 2 üstü x çıxıb 1 plus 1 düsturudur. İndi sizə deyir ki, 5 bitlə kodlaşdırıla bilən simvolların maksimal sayını tapaq. Necə tapırıq? Ümumiyyətlə düstur budur, 2 üstü x düsturudur və sizə vahid olaraq 5 verib. Gətirib 5-in x-in yerinə 5 qoyursunuz, edir 32. Amma ikinciyə fikir verin, deyir 1 baytla kodlaşdırıla bilən. Bizim düsturumuz nədir? X bitlə. Yəni vahid bit olmalıdır ki, sən düsturda yerinə qoya biləsən, düzdür? Axı burada 1 bayt verib. Avtomatik 1 baytı bitə çevirsən, 1 baytı necə bitdi? 8. Və gətirib düsturda yerinə qoyursan. İndir 2 üstü x-in yerinə 8 qoyursan, indir 2 üstü 56. 256 daha olsun. Belə. Aydın oldu. Yəni vahid bit olmalıdır ki, əziz tələbələr, burada da və burada da yerinə qoyaq. İndi burada deyir 4 bitlə vahid bit olduğu üçün gətirib yerinə qoyacağam. X-in yerinə 4 qoyacağam. 4 çıxıb 1 plus 1. Bu da nə edir? 2 üstü 8 üzərində bir cəmdə 9. İndi burada məsəl üçün desəydi ki, nə bilim, 16 bit, 16 bayt. 16 baytım mən nə etməliyəm əvvəlcə? Baytı bitə çevirməliyəm. Baytdan bitə keçəndə nə edirəm? Ya da 16 bayt olmasın, nə bilim 2 bayt olsun. 2 baytım nə qədərdir? 16. Bu da edir 216. 216 da 65536 demək. Yəni əgər maksimalda hesablayırsa, minimalda hesablayırsa 16-dan 1 çıxıb üzərində 1 gəlməyimiz lazım. Yəni bu düstur əsasən də. Belə. Aydın oldu. Bu da bu. İndi keçək növbəti hissəmizə. Bax bunları özünüz üçün qeyd etməniz daha yaxşı olar. Bir də var video izaha baxasınız. Bir də var ki öz qeyd elədiyinizə sonradan baxasınız. Yəni daha yaxşı öz qeyd elədiyiniz, yəni mənim dediklərimi, Lordida dediklərimi özünüz yazmanızdır ki, daha yaxşı başa düşəsiniz sonra. Demək indi kodlaşma var. Ümumiyyətlə kodlaşmaya keçməmişdən əvvəl artıq biz nə etməliyik? Biz bu sözləri öyrənməliyik. Necə? Məsələn, ümumiyyətlə bizim bir dənə düsturumuz var da informatikada. Əsas düstur sayılır, yəni harfli düsturumuzdur. M bərabərdir 2 üstü i düsturu. Bu bizim əsas düsturumuzdur. Bütün məsələlərdə bu düsturdan istifadə edirik. Yaxşı, bu düstur sizin beyninizdə əzbər olaraq qalmalıdır. Və i-nin də vahidi bitdi. Mən sizə əvvəlcədən də demişdim ki, 2-nin qüvvətində hansı bir ədəd varsa, onun vahidi nədir? Bitdi. Yəni bayt, kilobayt yox, bit. İndi məsələlərin şərtində. Əgər əlifbanın gücü, əlifbada olan simvolların sayı bu 3 sözdən biri verilibsə, yəni ədədin yanında bu 3 sözdən biri verilibsə, demək ki, sizə n verilib. Əgər ədədin yanında bir simvolun yaddaşda tutduğu yer, bir simvolun yaddaşda tutduğu həcm, çəki, sözləri verilibsə, demək ki, sizə i verilib. İndi keçdik məsələmizi həll etməyə. Deyir, informatika sözü 32 simvol əlifbada yaddaşda nə qədər yer tutar? Biz nə dedik? Bayaq da demişdik, 32 simvol əlifbada onda neçə böldük? 5 böldük. Niyə? Çünki 32 üstü 5-dir. İndi burada əlifba sözü var ədədin yanında. Əlifbada hansı hərf ifadə edir? Hansı hərf ifadə edir əlifba? N hərfini. Yox, əlifba n-i bildirir. Yəni n 32-dir səndə. Sən də bütün məsələlərdə i-dən istifadə edirsən, n-dən yox. Yaxşı? Yəni bütün həcm məsələlərində biz nədən istifadə edirik? I-dən istifadə edirik. İndi sənin n-in 32-dirsə Şəfiqə. Buradan i-ni nə tapaq? Bu düstur əsasında n bərabərdir 2 üstü i, o da bərabərdir 32. I də nəyə bərabərdir buradan? 2 üstü, yəni 32-ni 2 üstü 5 şəklində göstərsən, i də nəyə bərabərdir? 5 bit. Yəni sənin i cavabı nə oldu? 5 oldu. İndi deyir ki, informatika bir simvolun 5 bit yaddaşda yer tutsa, informatika neçə simvoldur? 11 dənə simvoldur. 11-ə neçə düşəcək? 55 bit. Yəni cavabımız 55-dir. İndi buradan ki mənə aydın olmadı deyəsən izah edeyim. Çünki bu başlanğıc artıq. Buranı bilməsəz o biləni də bilməyəcəksiniz. Buyurun. Digər tələbələr siz də sualınızı verin. Hə, buyur. Necə? Hə, dırnaq sadəcə sözü elə bir yaxşı göstərmək üçün verilən bir şeydir. O nəzərə alınmır. Bəli. İnformatika 11 hərf olduğu üçün gəlin belə bir sual verir. Məsəl üçün Sultan sənə sual verir. Deyir ki, kitab elə dırnaq içərisində verir ki, çaşmayasınız. Dırnaqsız da ola bilər, fərqi yoxdur. Kitab sözü 64 simvollu əlifbada kodlaşdırılıb. Kitab sözü yaddaşda nə qədər yer tutur Sultan? 31. Bəli, 64 2 üstü 6 deməkdir, yəni 6 bit. Bir simvolun 6 bit yer tutursa, kitabda 5 simvoldur. 5 simvolda x. X də burada nəyə bərabərdir? 30 bit. Əla, düzdür. Yaxşı, Barat. Məsəl üçün deyirik, tutaq ki, info sözü. Info, tutaq ki, 36 simvollu əlifbada kodlaşdırılmışdır. Kitab info sözü yaddaşda nə qədər yer tutacaq? İndi burada 36 2-nin qüvvəti şəklində göstərə bilmirsən. Bu zaman nə eləyəcək? Onu izah etmək üçün mən bu sualı verdim. Bax, 36 2 üstü şəklində göstərə bilmirsən 36-nı. 36-nı 2-nin qüvvətləri arasına salırsan. 2 üstü 5 ilə 2 üstü 6 aralığında və cavab olaraq 6 biti götürürsən, yəni böyüyü götürürsən. Demək bir simvolun 6 bit yer tutursa Barat, info neçə simvoldur? 4 simvol. 4 simvolda x düşür. X də nə bərabərdir? 24 bit. Yəni əziz tələbələr, əgər ədədi 2-nin qüvvəti şəklində göstərə bilmirsinizsə, onu 2-nin qüvvətləri arasına salırsınız. Yaxşı. Başa düşdün Nurlan? Ayşən başa düşdünüz? Nurayınız. Səsiniz çıxmır. Tamam, başa düşürsüz? Yaxşı. İndi keçdik növbəti hissəmizə. İndi artıq kodlaşmaya keçirik. Dəftərinizi, qələminizi götürürsüz. Mətndən başlayaraq axıra kimi audionun demək düsturlarını yazdırıram sizə. Onları əzbərləməlisiniz ki, məsələni həll edə bilək. Demək, mətnin həcmi, 2 dənə mətnin həcmi düsturu var, əziz tələbələr. Məsələnin şərtində hansı uyğun olsa onu götürəcəyik. Birinci düsturumuz ümumi simvol sayı, vuraq bir simvol həcmi. Bu məsələnin birinci düsturudur. Və bir simvol həcmində ümumiyyətlə həmişə i hərfi ilə ifadə olunur. İ'nin də vahidi nədir? Bayaq dedik. İ'nin vahidi nədir? Bit, bəli. Keçdik mətnin ikinci düsturuna. Mətnin ikinci düsturu. Səhifə sayı, vuraq sətir sayı, vuraq simvol sayı, vuraq bir simvolun həcmi. Yəni mətnin 2 dənə düsturu olur, həcm düsturu. Bir bu düstur, 2 bu düstur. İndi məsələnin şərtində bizə hansı verilsə, nəyə uyğun olsa biz onları götürəcəyik. Baxaq, əgər məsələnin şərtində ASCII sözü keçirsən, bir simvolun həcmi bax burada, bir simvolun həcmi 1 bayt. Unicode sözü keçirsə 2 bayt. Əgər hər hansı bir əlifba sözü keçirsək, məsələn 16 simvol əlifba deyəndə nə etdik biz? Bayaq nə edəcəyik? 16-nı 2-nin qüvvəti şəklində göstəririk. 16 2 üstü neçə deməkdir? 4. Demək 4 bit. Əgər sizə verilən ədəd məsəl üçün deyirik, tutaq ki 46, 47 ya da 47-ni 2-nin qüvvəti şəklində göstərə bilərik.
göstərə bilmirik. Ona görə də 2-nin qüvvətləri arasına salırıq. 3 üstü 6 ilə, daha doğrusu 5 ilə 3 üstü 6 aralığındadır. Düzdür? Cavab 6 bit kimi götürülür. Əgər məsələnin şərtində nə ASCII diqqətli olun, nə Unicode, nə əlifba sözü verilməyibsə, bir simvolun həcminin yerinə 1 byte götürürük. İndi bunu məsələlərə tətbiq edirik. Keçdik. Burada indi o bir misalın izahını yazmışam. Keçdik indi buna. Məsəl üçün, bunu kim oxusun? Ayşəni oxuyurum. Birincini. 128 simvolu əlifba ilə yazılmış. Oxuya bilməyəcəksən Ayşə. Yaxşı, Sultan oxu birincini. 128 simvolu əlifba ilə yazılmış 20 simvol. Məlumat 20 simvoldan ibarətdir. Bu məlumatın həcmi nə qədərdir? Mən bunu yazırıq 2 üstü 64, 6 2 üstü 7. 2 üstü 7, o da 20, 7, 20, 140. 140. 140, bəli, düzdür. 128 simvolu əlifba dedik, ədədin yanında əlifba sözü varsa avtomatik nə olur? Biz onu 2-nin qüvvəti şəklində göstəririk. 128 3 üstü 7 olduğu üçün bir simvolun həcmi 7 bit tapdıq, düzdür Sultan? Və dedik ki, mətnin 2 dənə düstur var. Ümumi simvol sayırıq bir simvolun həcmi, bir də o səhifə olan simvol olan düstur. O bizə lazım deyil, çünki məsələnin şərtində bir şey verilmir. Bax, ümumi simvolun 20-dir. Bir simvolun həcmi də 7 bitdir. Götürüb yerinə qoyub 140 tapırıq. Əla, başa düşürsən demək. Aha. Demək bir dəqiqə. Hə, bu da belə. İndi keçdik növbəti hissəmizə. Növbəti məsələmizi barədə oxuyuram. 51 simvolu məlumatın həcmi nə qədərdir? Aha. Onda nə edirdik? 1 byte götürürdük bir simvolumuzun həcmi. İndi sən deyir 55 simvolu məlumat. Nə deməkdir? Yəni məlumatın 55 dənə simvoldan ibarətdir. Yəni 55-i götürüb 1 byte vuracaqsan. Bu deyəcək 55 byte. Əla, gözəl. Yaxşı, növbətini Nurlan oxuyacaqsan, oxuyuram. 25 vurulsun 4, vurulsun 4. Mhm. Bəli, düzdür. Bizim axı 2 dənə düsturumuz var, deyil, 2-ci düsturdan istifadə edirik. Və bərabərdir 25. Yəni nə idi? Sətr sayı, vuraq simvol sayı, vuraq səhifə sayı. Sətr sayım 25-dir, səhifə sayım 4-dür. Simvol sayım 40-dır. Və biz də dedik ki, məsələnin şərtində nə ASCII, nə Unicode, nə əlifba sözü keçməyibsə, bir simvolun həcmini yerinə 1 byte yazırıq. Bu deyilir 40 byte. Hamı aydın olur, Heydər başa düşürsən? Keçdik indi növbəti. Elə növbəti sən oxu Heydər 4-cünü. Aha. Bəli. Aha, yəni 16 vuraq, sonra 128, sonra 10 vursan 2-yə. Neçə səhifəsi olar? 3 dənə anlayışı bir-birinə vururdun, götürüb 3 dənə S-ləri. 2 S yazmısan, 1 S yoxdur. Səhifə sayı ilə S kimi yazırıq. Bilmirsən axı sənin səhifə sayısı olur. Bərabərdir nəyə? 100 kilobayt həcmi, yəni həcmi sənin 100 kilobayt həcmi verib. Və biz də deyirdik ki, bu 2-nin valideyi nədir? Heydər. Bit nə idi? Byte, 2 byte. Bu tərəf kilobaytdır, bu tərəf byte. İndi sən nə edəcəksən? Bu kilobaytı byte çevirəcəksən. İndi 100 kilobaytdan byte keçəndə nə edirik? 100-ü vururuq 3 üstü neçəyə? 10-a. Hadi sağ ol. İndi buradan S tapsa nəyə bərabərdir? 100 vuraq, 2 üstü 10, bölək nə? 16 vuraq, 128 vuraq 2. Buradan da S-i adi riyaziyyat qaydası ilə sarıyıb tapacaqsınız. Aydın olur? Gözəl. İndi keçdik növbəti hissəmizə. Bir dəqiqə. Növbəti hissəmiz hardadır? Buradadır. Aha. Məsəl üçün bunu oxuyuram Şəfiqə. 64 simvolu əlifba ilə yazılmış mətn yaddaşda 72 byte yer tutur. Mətn neçə simvoldan ibarətdir? Əlifba sözcükdən ibarətdirsə. İlimiz 64-dür, səhv etmirəmsə. Hə. Elimiz 64-dür, amma bizə n lazım deyil, i hərfi lazımdır. 64 verilibsə i-ni burada nə tapırıq? N bərabərdir 2 üstü i düsturundan. 2-nin qüvvəti kimi göstərir. Ay, sol. 64 2 üstü neçə deməkdir? Neçədir? 6 mı? 6 bəli. 6 bit. Demək bir simvolun həcmi 6 bitdir. Bəs burada yaxşı 70 byte nə kimi verilib? Həcm demək simvoldur, bu nədir? Nə yazıb sənə? Mətn yaddaşda 70 byte yer tutur. Nə deməkdir bu? 70-i burada nəyə bildirir? Yaddaşda tutduğu yer həcmi. Həcmi bildirir təbii ki. V 72-dir. İndi V səndə nəyə bərabərdir? Ay Şəfiqə, 2 dənə düstur var da. O 2 düsturdan hansını istifadə edəcəksən? Beydə sətr simvol fonqlar bir-birinə vuruldu. Hə, bir odur. Bir o düsturdur. Axı 2 dənə düstur var da. Bir o düsturdur. Bir də ki, ümumi simvol sayını bir simvolu vurur. Ümumi simvolun yoxdur. Elə səndən onu istəyir. X yazırsan. Bir ümumi simvolun yerinə, bir simvolun yerinə nə tapdıq? 6 bit tapdıq. Bəli. Bərabər elədik nəyə? Həcmə 72 byte. Yenə də sağ tərəf byte-dır. Biz həmişə sol tərəflə işləməliyik. Byte-dan bitə keçəndə nə edirik? Vururuq. Hər vaxt 72 neçə vurmalıyıq? 3-ə, bəli. X nəyə bərabərdir burada? 72 vur, 2 üstü 3, bölək nə? 6-ya. Burada da yenə də adi riyaziyyat qaydası ilə hesablayacağız. Yaxşı? Əsas informatik, yəni düsturda düzgün qoymanız, yəni qalan hissə riyaziyyat hissəsidir. İndi keçdik növbəti hissəmizə. Deyir printer 1 saniyədə 1 kilobayt. 1 saniyə 1 kilobayt yazdım, düzdür? Və tənasübdə də bilirik ki, alt-alta olanlar baytları eyni olmalı. Bura saniyə yazmışamsa, bunun altına da saniyə yazmalıyım. İndi deyir 1 dəqiqədə neçə səhifə. İndi bizdə birində saniyədə, birində dəqiqə. Mən avtomatik nə etməliyəm? Əgər mən bura saniyə yazmışamsa, bəli, 1 dəqiqə neçə saniyədir? 60 saniyədir, bəli, 60 saniyədə. Və bu kilobaytdırsa, yəni mənə konkret kilobaytı verib. Yox. Mənə konkret həcmi verib, düzdür? Digər həcmi tapmam üçün mənə sətr verilib, simvol verilib. Bir də dedikdə nə ASCII, nə Unicode, nə əlifba sözü yoxsa 1 byte verilib. Yəni 32-ni elə bir növbəti həcmi mən özüm tapmalıyam. 32 vuraq 64, vuraq 1 byte, vuraq nə? Səndən nə istəyir? Səhifə sayı, vuraq x. İndi buradan adi riyaziyyat qaydası ilə x tapırsınız. Amma yenə də x olan tərəf byte'dır, bu tərəfdə kilobaytdır. Yenə də kilobaytı əvvəlcə byte çevirirsiniz, sonra tənasübü hesablayırsınız. 1 kilobaytın neçə byte? Gəlin hesablayaq elə. Bir nəyə vuracaqsınız? 2 üstü 10-a. 1024. Bəli. Yəni belə olacaq da. 60 vuraq 1024 byte bərabərdir. 1 vuraq 32 vuraq 64 vuraq 1 byte vuraq x. X-i də burada adi riyaziyyat qaydası ilə tapa bilərsiniz. 2 də byte. Adi riyaziyyat qaydasında x-i buradan gətirib tapırsınız. Bir də var arxivləşdirmə məsələlərimiz. Bunları izah edək. Arxivləşdirmə faiz məsələsidir. İlkin faizimiz bizim neçədir? İlkin faizimiz neçədir? 100%. Sağ ol. Və məsəl üçün deyək ki, 20% arxivləşmə nə deməkdir? 80%-in qalmağı deməkdir. Yəni həcmi 70 megabayt olan fayl 20% arxivləşdir. Yəni 70-ə 100 düşürsə, 80%-də neçə megabaytlıq şey düşür? Nədir? Sənəd düşür. Ya və yaxud fayl düşür. Burada x nə bərabərdir buradan? Hə?
X hesablayırıq, eləyir 56 megabayt. Aydın oldu. Yəni 20% arxivləşmə 80%-in qalmağı deməkdir. İndi keçdik növbəti məsələmizə. Deyir 25% Nurlan buyur. Burada 20% sual necə soruşa bilər ki, biz 20% tapalım? Yəni 14. Arxivləşmə deyəndə həmişə sən 100-dən 20-ni çıxıb 80 tapacaqsan. Yəni səndən elə soruşulmayacaq ki, 20%-ni götürüb tapasan. Sadəcə deyəcək 20% arxivləşmə belə soruşulacaq da 20% yanında həmişə arxivləşmə sözü olacaq. Onda avtomatik 100-dən 20 çıxıb 80 tapacaqsan. Yəni bu riyaziyyat məsələsi deyil ki, 20%-ni tapasan, neçə faizini tapasan. İndi keçdik buna. Deyir, fayl 25% arxivləşdirildikdən sonra həcmi 24 oldu. 25% arxivləşmə nə deməkdir? 75-in qalmağı deməkdir. 75-ə 24 olubsa, 100% neçə megabayt olubmuş? X də 32 olub. Belə. Yəni adi tənasübdür də indi bunu hesablamaq. İndi keçdik növbəti məsələmizə. S bərabərdir VT düsturunu bilirsiniz bəlkə də. Fizikadan oxuyanlar yadınıza düşər. Və burada nədir? Sürət. T nədir? Zaman, yəni saniyə. Bu nədir? Yol. İndi informatikada biz bu S-i silirik, V edirik. V də nədir bizə? Həcm. Yəni həcm nəyə bərabərdir? Sürət vuraq zamana. İndi baxaq məsələmizə. Deyir ki, 30% artdı. 30% artmaq nə deməkdir? 100-ün üzərinə 30 gəlmək deməkdir. Edir 130. Düzdür? Azalma da deyəndə çıxır. Sürətimiz 6-dır. Yəni V-miz, balaca V-miz 6-dır. İlkin həcmimiz 120-dir. Deyil. İlkin həcmimiz 120-dirsə, ilkin faizimiz neçəyə düşəcək? 100-ə. Bəs yaxşı 30% artırmışıq axı biz. 130-a neçə megabaytlıq şey düşəcək? Nədir? Fayl düşəcək. X-i buradan gəlib tapırıq. X-imiz burada eləyir 156. Düzdür? Yəni avtomatik tapdıq da. 156. 156 sənin X-indir. X nədir? İndi burada həcm götürək. İndi X deyəndə çaşacaqsınız. Həcmimiz 156-dır. Sürətimiz də 6-dır. Sizdə nə istəyir? Saniyə. T nəyə bərabərdir? Həcm bölü sürət. Yəni 156-nı böləcəksiniz sürətə, yəni 6-ya. Bu da eləyəcək 26 saniyə. Belə. Yəni burada diqqətli olsanız ilkin həcm 120-dirsə, ilkin faizi isə 100%-ə uyğunlaşdıracaqsınız. Yaxşı, əgər desəydik ki, 30% artdıqdan sonra həcm 120 olub, onda 130-a 120-ni uyğunlaşdıracaqsınız. Aydın oldu? Yəni fikir verin, ilkin həcmdir, artandan sonra mı deyil, azalandan sonra mı deyil? Yəni bunlara fikir verməniz lazımdır. Bu da bu asisiyamız qaldı, narahat olmayın. Bir dənə qrafikimizi izah edək. Grafikin bir dənə düsturu var. Nəticənin 2 dənə düsturu var idi. Grafikin bir dənə düsturu var. Bu düsturumuzda A vur B vuraq i-dir. Nədir? A vur B vuraq i-mizdir. A vur B bizdə nə ifadə edir? Piksel sayını ifadə edir. I nəyi bizdən ifadə edir? Bir pikselin həcmini ifadə edir. Bayaq mən sizdən dedim ki, burada n nəyi bildirir, i nəyi bildirir bilməlisiniz. Düzdür? Bu mətnə aiddir. İndi artıq qrafik keçiriksə, qrafikdə n nəyi bildirir, i hərfi nəyi bildirir? Bunları əzbərləməniz lazımdır ki, məsələnin şərtində düşəndə biləsiniz ki, sizə n mi verilib, yoxsa i mi verilib. İndi gəlin burada elə əzbərləyək. Rəng sayları. Bir dəqiqə. Getdim. Rəng sayı, rəng çaları, rəng palitrası və qəbula səviyyə düşmüşdür. Deyildi ki, məsələn 32 səviyyəli rəng. Səviyyə deyəndə n hərfini götürür. i də əsasən rəng dərinliyi, rəng tərtibi sözləri məsələnin şərtində varsa, demək sizə avtomatik olaraq elə i verilib də artıq i-ni tapmanıza ehtiyac yoxdur. İndi gəlin bunu oxuyaq. Deyir ki, ölçüləri 24x512 pikseldən ibarət qrafik təsvir. Qrafik təsvir şəkil mənasını verir. Yaxşı, ya şəkil deyə bilər, əsasən qrafik təsvir deyir. Hər bir piksel 128 sayda rəng çaları. İndi siz mənə deyin görüm. Biz dedik ki, ədədin yanında bu sözlər varsa n-i bildirir, bu sözlər varsa n-i bildirir. İndi ədədin yanında rəng çaları sözü var. Yəni sənin bu 128 hansı hərfindir? i-dir yoxsa n? Əla, bəli. İndi mən sizə demişdim, n verilsə də biz bütün məsələlərdə, bütün həcm məsələlərdə nədən istifadə edirik? i-dən. Yəni n sənə 128 verilib, n-ə bərabərdir 2 i düsturum var. Buradan i-ni də tapaq. 7 bit. 7 qüvvəti götürsən də tamam həmişə 7 biti götürsən. Demək, düstur nədir? A vur B vur i. 3 dənə dəyişəni bir-birinə vurmaq. A vur B bunlar bacıdırlar. Bunları siz ayıra bilmərsiniz. Yəni 1024 vur 513 bunlar həmişə bir yerdə gəlir. Vuraq 7 bit. Bildiniz də 7 bit hardan gəldi çıxdı. Cavabı bitlə tapacaqsınız. Amma siz cavabı bitlə götürməyəcəksiniz. Niyə? Şərtdən sizdə nə istəyir? İşte kilobayt var. Bəli, diqqətli ol. Yəni bitdən kilobayta keçmək üçün nə etməyimiz lazımdır? Ay sağ ol. Bəli, 213-ə bölürük. Bu da belə. Bu da bizim qrafikimiz. İndi gəlin, bir dənə məsələ var. Bax, eyni şeydir. Bu da sadəcə deyir ki, 256 vur 128 pikseldir. Yəni A vur B 256 vur 128-dir, düzdür? Bizim 32 kilobayt əməli yaddaş. Bu nədir sizcə? Həcmdir yoxsa i-dir? Həcmdir, bəli. Əməli yaddaş deyil, yaddaş sözü deyilsə avtomatik həcmdir. Yəni V sizdə 32 kilobayt. İndi bizə hansı hərf lazımdır? i. Ay sağ ol. Çünki bir pikselin həcmini soruşur da. Mən sizə bax, ona görə bu sözləri öyrədirəm də. Bax, bu sözlər varsa demək i-ni soruşur sizdən. Bir pikselin həcmində hansı sözdür? Hansı hərf daha doğrusu i hərfidir. İndi i-ni burada nə tərəf tapacaqsınız? Həcmi böləcəksiniz A vur B-yə. Axı düsturumuz var bizdə. V bərabərdir A vur B vur i. Oradan i-ni nə tərəf tapırıq? Həcmi A-nı B-yə vurmaqla tapırıq. Yəni A vur B-də piksel sayını. Yenə də i-nin vahidi bitdi. Yəni cavabı kilobaytla alacaqsınız. Amma cavabı kilobaytda götürməyəcəksiniz. Niyə? Çünki i-nin vahidi bitdi axı həmişə. Kilobaytdan bitə keçmək üçün yenə də 213-ə nə etməyiniz lazımdır? Vurmanız lazımdır. Kilodan bitə keçəcək deyə. Bəli, amma bitdən kilobayta keçsə 213-ə bölməyiniz lazımdır. Bax, eyni məsələdir. Bu iki məsələyə fikir verək. Oxuyun şərti. Eyni məsələdir. Fərq nədədir? Görüm o fərqi kim tap deyəcək mənə. Ay sağ ol. İndi bir pikselin həcmi i hərfidirsə, rəng hansı hərfdir? N hərfidir. Demək siz i-ni tutaq ki 3 tapısınızsa, tutaq ki deyirəm da. N-i nə götürəcəksiniz? 2 3 8. Yəni cavabı 3 yox 8 götürəcəksiniz. Aydın oldu? Yəni n-i soruşduğu üçün də, rəng sözünü soruşduğu üçün. Minimal sayı yenə n-i düsturdur, maksimal sayı yenə də n-i düsturdur. Bu vahid də bitdi. Yəni bunu bayaq izah edərik. Bir dənə də videomuz qaldı. Videonu da izah eləsək, bir dənə də audiomuz qaldı. Audioda bir dənə də tutarıq. Videomuzun biraz da səbirli olun tutarıq. Videomuzun bir dənə düsturu var əzbərlər. 4 dənə anlayışı bir-birinə vurmaq. Bu 4 dənə anlayış nədir? Kadr sayı, vuraq saniyə, vuraq A vur B, vuraq i. Bax bu A vur B 3-ü 1 7 sizə nə bildirdi? İncə çəkdim. Yəni həcm idi. Ay sağ ol, qrafikin. Əlavə olaraq 2 dənə də anlayışı bir-birinə vuranda ümumi videonun həcmi edir. Aydın oldu? Yəni 4 dənə anlayışı bir-birinə vuranda nə edir bizə? Videonun həcmi edir. İndi bir də burada şeylər var, rəng modellərimiz var. Rəng modellərimiz SMYK 4 rəngdən ibarətdir. Baxın, rənglərə fikir verin. RGB 3 rəngdən ibarətdir. Bir rəng 1 bayt yer tutursa əziz tələbələr, 4 rəng neçə bayt yer tutacaq? Ay sağ ol, 4 bayt. Və 1 baytım 8 bitdirsə, 4 baytım neçə bit olacaq? Ay sağ ol, bəli. Yəni sizdən əgər məsələnin şərtində SMYK versə, bir simvolun, bir pikselin həcmini yerinə 4 bayt yazacaqsınız. RGB versə 3 bayt yazacaqsınız. True color versə 3 bayt. Hide color 2 bayt. Təhlükəsizlik palitrası 1 bayt. Ağ, qara və yaxud monoxrom. Bax, əsasən testlərdə bu söz düşəcək. Ağ, qara və yaxud monoxrom. İkisi də eyni sözdür. Bunu da yerinə nə yazacaqsınız? 1 bit yazacaqsınız. İndi gəlin videoya aiddir bir dənə məsələ həll edək, sonra keçək audiomuza. Demək, ekranın 24x106 rejim, yəni piksel sayı deməkdir. Pikselində 8 kadr bölü saniyə sürətinə malik 16 saniyəlik 64 rəng çaları olan, demək, nədir bizdə video faylın həcmi megabayt hesablayır. İndi deməli kim desin? Heydər, buyur görüm. Nə var burada? Yəni sənə nə verilib, nə verilməyib Heydər? Mən burada
Rəng çaları hansı hərfdir? N-dir yoxsa i-dir? Çalar deyirsə. Hə. Yox, səhv edirsən. N 64-dür və biz də bütün məsələlərdə i-dən istifadə edirik. N-dən yox. I-ni buradan nə tapaq? N bərabərdir 2 üstə i üstündən. Nə tapırsan i-ni buradan deyirəm? 2 üstə 6. O da olur. 6 bit. Bit. Biti də də yanında. Yağdığında saxlaş i-ni var demiş bit olur. Aha, biti də tapdıq. İndi burada verilənlər yerinə qoyduq heç nə. Verilənlər yerinə qoy görək. Hə, 1020 qoy 250. Aha, bəli. Sonra Kadr saniyə nədir? 8. Saniyə nədir? 16. Heç nə. Vuracaqsan nəyə? Bir pikselin həcmi. Bir pikselin həcmində 6 bit. Cavabı bitlə alacaqsan Heydər, amma bitlə götürməyəcəksən. Niyə? megabayt. Bəli. Bitdən də megabaytı necə keçirik? 2 üstü 20. Bəli, 2 üstə 20-ə nə etməyimiz lazımdır? Bölməyimiz lazımdır. Gözəl. Yəni videonun bir dənə düsturu var da. O düsturu öyrənin. Hansı dəyişənlər var? Onu bilin. Məsələn, şərtini axtarın, tapın həmin o dəyişənləri. Sonra da yerinə qoyun. Cavabı tapacaqsınız. Əgər bu 64 rəng çaları yox, 64 rəng tərtibi və yaxud rəng dərinliyi desəydi, i-ni elə 64-ün özü götürəcəyik. Amma rəng çaları dediyi üçün n hərfi götürmüş. Necə ki, audio və bu da sonuncu bizim kodlaşmamızdır. Audio yəni səs faylının kodlaşması 3 dənə anlayışı bir-birinə vurmaqdır. Anlayış hansıdır? Saniyədir, bitdi, bir də kilohertzdir, düzdür? Bizim yüksək səviyyəli səslərimiz var, yüksək keyfiyyətli. Bir də var aşağı keyfiyyətli. Aşağı keyfiyyətli həcmimiz 8 bitdi, yuxarı keyfiyyətli həcmimiz 16 bitdi. Aşağı keyfiyyətlinin tezliyi 5,5 Hzdir, yuxarı keyfiyyətlininki 44 kHzdir. İndi məsəl üçün bunu oxuyaq. Aşın oxu bu birincini. 6 saniyelik yüksek keyfiyetli musiki failinin yaddaşını hesaplayın. 6 saniye 6'dır. Yüksek keyfiyetli dediği için 16 bit, tezliği de 44 bit. Yani 6 vurursun 16 vurursun 44. Ay sol, oldu bitdi. Bəs yaxşı, ikinci Gülsüm deyə bilərsən, de görək. Hə, Gülsüm. Və yaxud kimdəsin? Rezvan de görək. İkincini. Benim ikinci de yeni kaydı olacak da. Hə də, yəni necə olacaq de görüm. 4'ü vuracak. Belki öndeki 8 o. Aha, vuraq nəyə? Sonra 5 atabilir. Əla, bəli. Bəzən sizdə cavabı kilohertzlə verməz. Hertzlə verər. O zaman bilməlisiniz ki, kilohertzdən də hertzə keçəndə 1000-ə vurmanız lazımdır. Yəni 1 kilohertz 1000 hertzə bərabərdir. Bir də əsasən bu qəbul üçün sual. Əsasən nə verirlər bu audioda biraz qaranlıq qalması üçün? Bir kanallı, iki kanallı, mono kanallı, stereo kanallı tipli sözlər bilirlər ki, tələbələr çaşsın. Mono və yaxud bir kanallı deyilsə, həcmimizi 5 almışıqsa, 5 kimi də götürürük. Əgər məsələnin şərtində stereo və yaxud iki kanallı sözü deyilsə, həcmimizi 5 almışıqsa, onu 2-yə vurub götürürük. Eləyir 10. Aydın oldu? Yəni mono ilə stereonun fərqi bundadır. Mono deyən, mono 1 deməkdir da. 5-ə ilə 1-ə vursaq 5-in özü edir. Amma stereo 2 deməkdir. 2 kanallı deməkdir. Ona görə də aldığınız həcmi 2-yə vurursunuz. Əgər 4 kanallı desə, 5 4-ə vuracaqsınız, 20 götürəcəksiniz cavabı. Aydın oldu? Bu da bu. Yəni bu da bizim audiomuz. Yəni ümumi 4 dənə düstur öyrəndik, yəni 4 dənə kodlaşma öyrəndik. Mətnin, qrafikin, videonun, bir də audionun. Bunların düsturlarını bilməlisiniz. Bir də n nəyi bildirir, i hansı sözləri bildirir, onları bilməniz lazımdır ki,